Salam qızlar, necəsiz? Sizi yeni bir videomdan salamlayıram. Neçə vaxtdır ki, video çəkmirdim. Sizlərlə dedim bir video çəkim, paylaşım. Temudan yəni karqom var idi. Dedim gəlsin, sizlərlə paylaşım. Neçə vaxtdır vurmuşam. Gecikmələr olduğu üçün gec gəlib. 2 bağlama bir yerdə gəlib. Belə bir alətdir. Yəni tortun qırağını hamarlamaq üçün, yəni asan fırlanır, rahat yəni kremləyir. Belə bir krasovka vurmuşam özümə qızlar, ağ rəng. Çox qəşəng gəldi, çox keyfiyyətli gəldi, çox bəyəndim. Yəni razmeri də uyğun gəldi. Bunun 2 rəngi var idi. Həm maloçunu rəng. Orda yəni xaki rəngi gedir, amma maloçunu gedir də belə, yəni biz maloçun deyirik. Maloçun rəngi də var idi. Ağ. Mən ağı seçdim. Yəni gəlişi də çox gözəl oldu. Sevdim. Belə bir İtalyan qolbağısıdır. Bunu qonşu üçün vurmuşdum. Açmadım. Dedim özü açar, özü baxar. Ona görə də açmadım. Bir çanta vurmuşuq qızlar. Çantamız çox yəni keyfiyyətsiz gəlmişdi. Mən indiyənə kimi neçə çanta vurmuşam, çox yaxşı gəlirdi, amma bu dəfəki çox keyfiyyətsiz gəlmişdi. Həm ölçüsündən balaca, həm də ki materialı da çox keyfiyyətsiz idi. Amma orada şəkildə göründüyü kimi deyildi. Amma anında da qaytardım. Qaytarmanı da elədilər. Yəni çanta da özümüzə qaldı. Amma yəni pulu da yəni kartımıza ödədilər. Amma çox balaca, çox keyfiyyətsiz, belə deyim, sevmədim. Yəni bəyənmədik. Ona görə də qaytarmanı etdik. Belə. Yəni amma başqa vaxt vurduğum çantalardan çox razıyam. Yəni onlar yaxşı gəlmişdi. 3 çanta vurmuşam Temudan. 3-ü də yaxşı gəlmişdi. Hələ bir dəfə də bir uşaq çantası vurmuşam. O da yaxşı gəlibdi. Amma nəsə bu keyfiyyətsiz gəlmişdi. Belə bir mujuteriya boyunbağı vurmuşam qızlar. Oranın paslanmaz poladı çox yaxşı gəlir. Yəni vurduğum mujuteriyalardan çox razıyam. Yəni qaralması olmur. Ona görə də elə yenə bir boyunbağı vurdum. Bir ədəd yoldaşıma çanta vurmuşam. Dedim əgər xoşuna gəlməsə, oğlumun xoşuna gəlmişdi. Oğlum götürəcəkdi. O da yoldaşım özü bəyəndi. İnşallah növbəti dəfə vuranda oğlum üçün vuraram. İşə yemək aparmağa, termosunu qoymaq üçün vurmuşduq. Çox da yaxşı gəlmişdi. Özü də bəyəndi. Belə bir jiletka vurmuşam. Qara jiletka, kapşonkalı. Bunun ağ rəngi də var idi, amma mən qarasını vurdum. Materialı da yaxşı gəlmişdi qızlar. Bəyəndim. Yəni bu Temuda bir dənə bəyənmədiyim çanta oldu. O da yəni keyfiyyətsiz gəlmişdi. Çox balaca idi. Ona görə də onu bəyənmədim. Bu ayaqqabını 36 vurmuşam, amma 37 gəlib. Bunun da ağı, qarası, yenə dediyim kimi xakki rəngi gedir də bunlar. Bu rəng gəlmişdi. Yaxşı idi qızlar, pis deyildi, amma ağ daha keyfiyyətli, daha yaxşı idi. Bunu da gündəliyə, yəni geyinməyə pis deyil. Bəyəndim. Bir də stolumuz üçün, oturacaq üçün stol, yəni keçirəcəyi vurmuşam. Bu düymədir, bir də saç rezinidir. Xalam istəmişdi, ona vurmuşam. Dediyim bu stol keçirəcəkləri budur. Qızlar çox gözəl gəldi, çox keyfiyyətli gəldi. Bəyəndim. Mənim oturacaqlarıma da çox yaxşı keçdi. Yəni materialı da yaxşıdır. Yəni rəngini də özüm bu rəng seçmişdim. Materialı da yaxşı oldu. Sağ olun qızlar. Allah amanında qalın. Hər birinizi kanalıma abunə olmağı, like atmağı gözləyirəm. Sizin yorumlarınızı gözləyirəm qızlar. Hər birinizin fikirləriniz mənim üçün önəmlidir. Mənim üçün yəni maraqlıdır. Belə deyim. Hər birinizin dəstəyinə ehtiyacım var. Sağ olun. Allah amanında qalın.